Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Mərkəzi Muğan Kollektorunun istismarı idarəsi istismar sahəsi üzrə 123 min hektar meliorasiya olunmuş torpaqlarda 3219 kilometr kollektor drenaj sisteminin istismarına xidmət edir. İdarə torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması üçün kollektor drenaj sistemlərinin lildən təmizlənilməsi və onlar üzərində yerləşən hidrotexniki qurğuların cari və əsaslı təmir işlərini həyata keçirir. Meliorativ tədbirlər nəticəsində torpaqların münbitliyi hər il artmaqdadır. Kollektorların mütəmadi təmizlənməsi şoranlaşmanın qarşısını da alır. Mərkəzi Muğan Kollektorunun istismar idarəsi 2025-ci ildə olduğu kimi növbəti ildə də qarşıya qoyulan plan və tapşırıqlara əsasən təsərrüfat daxili, təsərrüfatlar arası, həmçinin magistral kollektorlarda lildən təmizləmə və digər bərpa işlərini davam etdirəcək. Torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasını təmin etmək üçün idarə tərəfindən kollektor drenaj sistemi lildən təmizlənərək və onlar üzərindəki hidrotexniki qurğular cari və əsaslı təmir olunur. 2025-ci ilin 9 ay ərzində idarə tərəfindən 307 kilometr kollektor drenaj sistemi lildən təmizlənmiş və onlar üzərindəki 27 ədəd hidrotexniki qurğu yenidən təmir olunaraq istifadəyə verilmişdir. Qeyd edək ki, kollektor drenaj sistemlərinin təmizlənməsi sistemli şəkildə aparılır. Öncə təsərrüfatlar daxili kollektorlar lildən təmizlənir və əsas kollektorlara ötürülür. Daha sonra həmin kollektorlar magistral kollektorlara qoşulur. Magistral kollektorları isə qurund sularını rayon ərazisindən kənarlaşdırır.